Rəbbim, Ata Tanrı, sən huzuruna gəlirik, ya Rəbbim. Ya Rəbbim, səndən istəyib səndən diləyirik, Ata Tanrı. Sən bu vəziyyətlərə gəl, ya Rəbbim. Müqəddəs ruhunla, müdriklüyünlə, məhəbbətinlə, öz huzurunla, ya Rəbbim, bu münasibətlərin içinə gəl, ya Rəbbim. Ər və arvad münasibətin içinə gəl. Orada nələr baş verir? Niyə bu münasibətlər bu dərəcədə pisləşir ki, ya Rəbbim, insanlar ayrılmaqdan başqa bir çıxış yolunu tapa bilmirlər. Ya Rəbbim, sən bu vəziyyətlərə gəl. Sənin adını bu vəziyyətlərə bəyan edirik, ya Rəbbim. Sənin kəlamını, sənin ruhunu bu vəziyyətlərə bəyan edirik. Ya Rəbb, ya İsa Məsih. Niyə insanlar daha çox qürura üstünlük verirlər, nəinki məhəbbətə? Daha çox öz mənfəətlərini güdürlər, ya Rəbbim, nəinki ailədə bir olmağına, Ata Tanrı. Niyə bu insanların düşüncələri bu qədər, ya Rəbbim, pozulub mu deyim, düzgün deyil mi deyim, ya Rəbbim, ya İsa Məsih, axı onlar səni tanıyırlar, axı onlar sənin evladlarındılar, onlar xilas alıblar, ya Rəbbim, onlar öz günahlarını etiraf eləyərək sənin huzuruna gəliblər, ya Rəbbim. Amma necə olur ki, onlar bir-birlərini sevə bilmirlər? Bir-birinə, ya Rəbbim, nəyəsə bağışlaya bilmirlər və yaxud bir-birinə qarşı səbirli ola bilmirlər, ya Rəbbim. Bunlar necə sənin məhəbbətini təslim eləyəcəklər bu yer üzündə? Onlar necə bu yer üzündə duz olacaqlar? Onlar necə bu yer üzündə, ya Rəbbim, nur, işıq olacaqlar? Ata Tanrı, onlar bir-birinə qarşı. Onlar bu məhəbbəti göstərə bilmədikdən sonra, onlar bir-birinə qarşı işıq, duz ola bilmədiklərindən sonra, ya Rəbbim, ya Rəbbim, Ata Tanrı, hər birimizin düşüncə tərzini dəyişdir, ya Rəbbim. Biz səhv düşüncələrlə böyüyürük. Biz səni tamamilə, ya Rəbbim, qavramırıq. Əgər biz bir ailənin içində, Ata Tanrı, necə ki sənin kəlamın deyir, öz yaxınını özün kimi sev. Əgər biz yaxınımızı özümüz qədər sevə bilmiriksə, özümüzə elədiyimiz hörməti yaxınımıza eləyə bilmiriksə, ya Rəbbim, onda biz, Ata Tanrı, sənin kəlamında yaşamırıq. Onda biz sənin ruhunda böyümürük. Biz hələ də bu dünyanın üzvləriyik. Biz hələ də bu dünyada yaşayırıq. Biz hələ də bu dünyanın izdivacında yaşayırıq. Biz bu dünyadan hələ qopmamışıq, Ata Tanrı. Ya Rəbbim, düşüncə tərzlərimizi dəyişdir. Biz nə elədiyimizi bizim gözümüzün qabağına gətir, ya Rəbbim. Biz necə özümüzü apardığımızı bizim gözümüzün qabağına gətir, ya Rəbbim. Biz sənin adını, Ata Tanrı, sənin kəlamını öz həyatımızda bir puça çeviririk, ya Rəbb, ya İsa Məsih. Biz sənin kəlamınla yaşamadığımız üçün, ya Rəbbim, biz bu münaqişələrə girə bilirik. Biz sənin kəlamında yaşamadığımız üçün, ya Rəbbim, biz bu dərəcəyə ailələrdə gələ bilirik, ya Rəbbim, ya İsa Məsih, Ata Tanrı, ya Rəbbim. Sən sevgini göstərdin, sən ən böyük nümunə oldun, ya Rəbbim. Sən o qədər insanları xilas elədin, sən ölüləri diriltdin, sən xəstələrə şəfa verdin, ya Rəbbim. Sən toxunduğun hər kəsə həyat verdin, ya Rəbbim. O həyat verdiklərin insanlar səni çarmıxa apardı, ya Rəbbim. Amma sən dinməz quzu kimi, ya Rəbbim, bir kəlmə belə sən ağzından söz çıxarmadan, sən bu dünya üçün, öz istəyin üçün öldün, ya Rəbbim. Amma sən Rəbbin, sənin huzuruna, sənin üzərinə qoyduğu o planı yerinə yetirdin. Ya Rəbbim, öz canı, öz qanı bahasına. Biz bu dünyanın izdivacı üçün ölməliyik. Öz ambisiyalarımız üçün ölməliyik. Öz istəklərimiz üçün ölməliyik. Öz mənimdir, mənim üçün, yalnız mənə deməkdən, ya Rəbbim, bunlar üçün biz ölməliyik, ya Rəbbim, ölməliyik ki, biz sənin, bizim üzərimizdə olan arzular üçün dirilək. Biz, ya Rəbb, ya İsa Məsih, sən bizim üçün verdiyin vədlər üçün dirilək.
Sən bizim ailələrimizi möhkəmləndirmək üçün dirilək, ya Rəbbim, ya İsa Məsih. Ata Tanrı bizə düşüncə tərzini ver. Bizə düzgün düşüncə tərzini ver. Biz o qədər alışmışıq ki, hər şeyi özümüzləşdirək, hər şeyi özümüzə tabe elətdirək, hər şeyi özümüzün ətrafında fırladaq. Amma biz başa düşmürük ki, bunun hamısı qürurdur. Və Rəbb deyir ki, mən qürurlu insanlara üz döndərirəm. Amma mütü insanlar üçün mən yolu açıram. Mütü insan üçün mən hər bir şey eləyirəm. Ya Rəbbim, mütü olmağı öyrət. Ailədə ən vacibi mütü olmaqdır. Bir-birinə qarşı mütü olmaqdır. Bir-birinə qarşı səbirli olmaqdır. Ya Rəbbim, düzdür, biz səhv elədiyimiz vaxtlar olur, yıxıldığımız vaxtlar olur, ya Rəbbim. Amma min şükür ki, ya Rəbbim, müqəddəs ruhumuz var. Sən bizə göndərdiyin o müqəddəs ruh var, hansı ki bizi örgədir, bizə yadımıza salır ki, kalam bu cür nə örgətmir. Rəbb bizə bu cür nə nümunə göstərmədi deyənə. Və biz sənin huzurunda utanaraq, ya Rəbbim, tövbə eləyərək, Ata Tanrı, yenidən ayağa qalxaraq irəli gedirik. Səninlə irəli gedirik. Sənin kəlamınla irəli gedirik. Sənin müqəddəs ruhunla irəli gedirik, ya Rəbbim. Hər birimizə bunu öyrət. Hər bir ailədə bunu öyrət, ya Rəbbim. Ya İsa Məsih, səndən istəyib, səndən diləyirəm, Ata Tanrı. Onların simasında bütün ailələri sənin huzuruna qaldırıram, ya Rəbb. Qoy kişilər öz ailə başçısı yerini tutsunlar. Quyruq deyil, baş olsunlar. Düzgün qərar vermək üçün. Qərar verdikdə öz həyat yoldaşları ilə məsləhətləşmək üçün. Çünki onlar ikisi bir bədəndir. Bir ayaq bir tərəfə, o biri ayaq o biri tərəfə gedə bilməz. Bir bədən bir qərarı tutaraq, bir nəyisə qərarlaşdıraraq bir yerə yönəlir, bir istiqamətə gedir. Ya Rəbbim, ailə budur. Bizdə bir bədən, bir əlimiz sağa, o biri əlimiz sola getmir, ya Rəbbim. Və yaxud ayağımız, və yaxud başımız, və yaxud gözümüz. Biz, ya Rəbbim, bir beynimiz var və o beyin bizi idarə eləyir. Qoy hər bir ailədə beyin sən olasan. Sənin ruhun, sənin kəlamın olsun və sənin, ya Rəbbim, sözün olsun ki, o onları idarə eləsin. Düzgün yerə idarə eləsin, düzgün istiqamətləndirsin, düzgün yerə yönəltsin, Ata Tanrı. İsa Məsihin diri adı ilə. Amin, amin, amin.